İnsan iki cəhətdən ibarətdir. Nəfs və fitrət. Bunu qəşəng hədis deyir Əmirül-Möminin. Gör nə qəşəngdir. İnnəllaha rakkəbə fil mələikə əqlən bila şəhvə. Allah mələklərə ağıl verdi, şəhvət vermədi. Ağıl burada mənası yəni fitrət. Fitrəti verdi, şəhvəti vermədi. Şəhvət yəni burada geniş anlamda, yəni nəfsin istəkləri. Şəhvət yəni istəklər. Səthi istək. İştaha sözü də buradandır ya. İştaham var. Şəhvət sözündəndir də. Yəni istəkləri, nəfsin səthi istəkləri. Yaxşı. Deyir şeytan, Allah mələyə nə verdi? Fitrət verdi, amma o nəyi o tərəfə verir. Fitrət, yəni burada o mənadakı ali cəhətdə indi özü bir bəhsdir ki, insanda olan fitrət axı insana məxsusdur. O mələkdə o mənada fitrət yoxdur. Yəni bildiniz nə mənada? Şeytan daha mələikədə nəfs, şəhvət anlayışı yoxdur. Ay, məsələn, günaha dəvət eləsin, içindən bir günah hissəyə gəlsin, mələikə onu ilə mübarizə eləsin, belə bir şey yoxdur. Sonra, rakkəbə fil bəhaim, heyvanlara şəhvətən bila əql. Heyvana nəfs verdi, nəfs istəkləri var, amma fitrət yoxdur. İnsana gəldikcə və rakkəbə fi bəni Adəm kileyhima. İnsana ikisini də verdi, nəfsi də verdi, fitrəti də verdi. Moraldır. Və mən qələbə əqluhu şəhvətəhu. Kimin əqli şəhvətinə qalib olsa, ağlı şəhvətinə qalib olsa, hədis budur. Fəhvə xeyrun minəl mələikə. Mələkdən də üstünsə. Əksi. Və mən qələbət şəhvətuhu əqləh. Kimin ağlı yox, şəhvəti, həva istəyi, nəfsaniyyəti, nəfsi istəklər, səthi istəklər qələbə çaldı, ali istəklərə, ülvi istəklərə, fitrət dəfn oldu. İnsan fəhvə şərrun minəl bəhaim. Heyvandan da pisdir, heyvandan da pisdir. Yəni heyvan eləmədiyin insan eləyər. Bağışlayın. Yəni bu qədər. Bəzi vaxtlar heyvan o işi görmür, insan eləyər. İnsan elə cinayətlər törədir ki, ilahə Rəbbim, o heç heyvan eləmir ki. Ona baxır hərdən, bəzi xəbərlərdə işləyirsən, o bəzi cinayətlər və yaxud elə işlər görür, bəşər. İlahi, bu hara getdi? Bu nə tənəzzül? İlahi və Rəbb, insan nə qədər tənəzzül eləyər. Bu, başını bıraxsa insan heyvandan da pisdir.